İnsanlar miladı qeyd edirlər. Lakin bu, bütpərəst dindən günəş tanrısının doğum günündən gəlir. Bu, İsa'nın doğum günü deyil. Onlar bunu sadəcə İsa'nın doğum günü kimi qələmə verirlər, bəs içindəki məzmun nədir? Günəş tanrısına pərəstişin bunda dərin kök saldığını təsdiqləyə bilərik. Digər dini qruplar bunu artıq bilir və qəbul edirlər. Bütün bunlar tarixdə qeyd olunub. Yalançı bayramlar kilsəyə soxularaq Allahın həyat bayramlarını sıxışdırıb çıxardı. İndi bütün dünya onları sanki Allahın qanunları və qaydaları imiş kimi yerinə yetirmirmi? Müqəddəs kitab bu vəziyyəti Sion viran qaldı və məhv edildi ifadələri ilə təsvir edir. Gəlin bu barədə Daniel 7-ci fəslin 24-cü ayəsinə baxaraq öyrənək. 10 buynuzun mənası budur ki, bu padşahlıqdan 10 padşah çıxacaq. Onlardan sonra isə əvvəlkilərdən fərqli başqası çıxıb 3 padşahı yıxacaq. Haqq Taala'nın əleyhinə sözlər deyəcək. Burada Haqq Taala Allahı bildirir. Allaha qarşı kim danışır? Müqəddəs kitaba görə Allaha qarşı danışan şeytandır. Və Haqq Taala'nın müqəddəslərinə zülm edəcək. Hətta təqvimi və qanunları dəyişməyə cəhd göstərəcək. Müasir tərcümədə yazılıb, o, onların müqəddəs bayramlarını və qanunlarını dəyişdirməyə çalışacaq. Peyğəmbərlik edilib ki, şeytan Allahın bayramlarını və onun həyat qanunlarını dəyişdirməyə çalışacaq. Müqəddəs kitabda peyğəmbərlik edildiyi kimi Allahın həyat qanunları, yeni əhdin həqiqətləri bir-bir yox olmağa başladı. Allahın 10 əmri arasında 4-cü əmr olan şənbə gününü müqəddəs tutaraq onu yada sal. Əmri bazar gününü müqəddəs tutmağı yada sal əmri ilə dəyişdirildi. Bu, onların nəşr etdiyi kitabda aydın şəkildə göstərilir. Beləliklə, şeytan Allahın bayramlarını və bütün həyat qanunlarını dəyişdirdi. Peyğəmbər Yeşaya bu vəziyyəti belə təsvir etmişdi. Sion viran qalıb. 51-ci fəslin 3-cü ayəsində belə yazılıb. Həqiqətən Rəbb Siona və onun xarabalıqlarına təsəlli verəcək. Sionun viran edilməsi faktı Allahın bayramlarının yoxa çıxdığını və ləğv edildiyini göstərir. Daniel 7-ci peyğəmbərliyə əsasən Haqq Taala'nın əleyhinə danışan şəxs təyin edilmiş vaxtlar və qanunlarla nə edəcəkdi? Onun Allahın təyin etdiyi vaxtları və qanunları dəyişdirəcəyi peyğəmbərlik edilmişdi. Allah bu barədə Daniel peyğəmbər vasitəsilə əvvəlcədən xəbər vermişdi. Bəs Sion əbədi olaraq viran qalacaq, yoxsa yenidən qurulacaq? Müqəddəs kitabda Sionun mütləq yenidən qurulacağına dair bir peyğəmbərlik var. Buna görə də müqəddəs kitab və peyğəmbərlər Sionun bir dəfə məhv ediləcəyini bildirmişdilər. Əgər dağıdılmasa, yenidən qurulma ifadəsi mənasız olmazmı? Bəs ləğv edilmiş bu bayramları və Sionu kim bərpa edəcək? Əgər Sion yenidən qurulmasa, Allahın xalqının gedəcək yeri olmayacaq. Heç kim xilas, əbədi həyat və ya günahların bağışlanmasına ümid edə bilməz. Bunların heç biri Sion olmadan verilə bilməyəcəyi üçün bütün bəşəriyyət Sionun bərpasını səbirsizliklə arzulamalıdır. Bugünkü sözlərimi bununla yekunlaşdırıram. Çox sağ olun.